Yenidən tikilən Ağdamın suvarma və içməli su sistemi də qurulur. Xaçın çayı üzərindəki 23 milyon kubmetrdən artıq su tutumu olan ambar tam təmir olunaraq istismara verilib. Qarqar çayı üzərindəki Ağdam kənd su ambarı isə hələlik fəaliyyətdə deyil. Bu ambarlar Ağdamın suvarma suyuna olan tələbatını ödəyən mənbələrdir. Əhalinin içməli suyu isə yeni tikilən qapalı ambarlarda toplanır. Hazırda üzərində yeridiyimiz bu su ambarı ümumilikdə 20 min kubmetr su tutma həcminə malikdir. Bura sular məşhur Qaraqaya istiqamətində olan bulaqlar vasitəsilə toplanaraq yeraltı drenaj borularla çatdırılır. Filtrləmədən sonra isə Ağdam şəhərinin, Xıdırlı, Kəngərli və Sarıcalı sakinlərinin evlərinə içməli su olaraq çatdırılır. Ağdamda bu cür su toplayıcı və su təmizləyici qurğuların sayı 4, həcmi isə 35 min kubmetrdir. Ağdam rayonunda artıq 1269 abonent hal-hazırda yaşayır və dayanıqlı su ilə təmin edilir ki, su mənbəyi olaraq içməli su üçün Qaraqayadan bulaqların, kəhrizlərin yeraltı drenaj şəbəkəsi vasitəsilə gəlib ambara çatdırılması, ambarda filtrasiya olunması, dərmanlanması, ondan sonra 3000 pagonometr, 3000 pagonometr, 225 millimetrlik dəmir boru ilə məntəqələrə çatdırılır. Bu işlərdə heç bir çətinlik yoxdur. İşimiz normal gedir. Hər bir abonentə sayğac qoyulmuşdur. Başqa bir iri layihə Qarqar çay sahilində 24 subarteziyan quyusunun qazılmasıdır. Artıq bu yollardan onu sakinlərin istifadəsinə verilib. Bizim kəndin suyu Qaraqaydan gəlir. Bulaqların suyudur, Ağdamın suyudur da. Nətər olsa bizə elə şirindir, dadlıdır. Vətənin suyudur. Bəs fasilələr olur mu su verilişində, yoxsa normal gəlir? Yox, su həmişə gəlir. Normal suyumuz gəlir. Suda problem yoxdur. Daimi gəlir, istifadə edilir, heç bir nərzim yoxdur. İşığımız, qazımız, suyumuz. Yəni, heç birində bir problemimiz yoxdur. Qayıdış isə hələ davam edir. Sakinlərin sayı artdıqca yeni abonentlərin içməli su sisteminə qoşulması da təmin olunacaq. Elnur Tofiq, Elmin İsfəndiyarov, Rauf Məmmədov, ASTV Xəbər.